Ateroskleroz xəstəliyi olan adamlarda tromb yarana bilərmi? Bunlar arasında bir əlaqə varmı? Bəli, var. Ateroskleroz prosesi öz inkişafında əgər damarın divarının 60-70%-dən yuxarını tutursa və artıq burada damarın içində çox girintili, çıxıntılı, necə deyərlər, bir səth yaranır və belə səthdə trombun yaranma ehtimalı çox böyük olur. Ona görə də xroniki bir xəstəlik olan aterosklerozda insanlar günlərin birində qəflətən ayaqda kəskin işemiya deyilən bir problemlə qarşılaşa bilərlər. Bu nə deməkdir? Yəni o deməkdir ki, ayaqda artıq damarda tromb yaranmışdır. O yaranmış olan tromb damarda olan o kiçik mənfəzlə bağlayır və ayaqda tibbi dildə dediyimiz kritik işemiya deyilən bir hal yaranır. Bu isə həyat üçün çox təhlükəlidir. Ayaq üçün, eləcə də ümumiyyətlə həyat üçün. Aterosklerozu olan insanlar bir qayda olaraq düşünürlər ki, bu xroniki bir xəstəlikdir və bu 10 illərlə davam edəcək. Yəni ömürlərinin axırına qədər bununla yaşayacaqlar. Səhv fikirdir, düzgün deyil. İstənilən vaxtı aterosklerotik dəyişikliyə məruz qalan damarda tromb yarana bilər. Tromb isə kəskin kritik işemiya deməkdir. Bu isə ayağın qanqrenası, eləcə də həyat üçün ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də vaxtında müayinə olub bu problemin həllinə çalışmaq lazımdır.